Açarı qapadıq, cəryan görsən artır. Bax, burada delta-yı böyükdür sıfırdır. Cəryan artır axı. Bax, burada azdır. Burada məsələn cəryan çıxarsın, delta-yı artdı. Delta-yı bölsün delta-yı, burada müsbətdir. Aydındır. Məsələn, belə yazır. Tutaq ki, bax, cəryan dəyişmə sürəti məsələn 5 amper bölsün saniyədir. Bura gətirib 5 yazsan, burada mənfi yerində qalacaq. Oldu mu? Sonra uzandıq. Bax, cəryan sabit qalır, müəyyən müddət sabit qalır. Bax, cəryan sabit olanda bu sarğacdakı öz indüksiyası sıfır olur. Onda epsilon ümumi bərabər olacaqdır, epsilon mənbəyi. Çünki öz indüksiya yaranmayacaq. Sabit cəryan axında yaranmaz ki. Öz indüksiya cəryan artanda, azalanda yaranır. Tutaq ki, burada biz cəryanı kəsib, açarı açırıq. Açarı açanda nə olmalıdır? Bax, cəryan başlayacaq yavaş-yavaş azalmağa. Burada delta-yı bölünsün, delta-t mənfidir. Məsələn, bax, biləcəksən, bax, delta-yı bölünsün, delta-t bərabərdir mənfi 4 amper bölü saniyə. Onu gətirib burada yerini yazsaq, bunun yerinə mənfi yazsaq, bu mənfi ilə bu mənfi vurarsan, toplayarsan, vurulanda müsbət olacaq. Deməli, ümumi EG mənbənin EG-sindən böyük olacaq. Açarı qapıyanda ümumi EG mənbənin EG-sindən az olur. Açarı açanda isə ümumi EG mənbənin EG-sindən nədir? Çox olur. Hayır, nə oldu? Bax, məsələlər bu cür versə bir şey deyim. Tutaq ki, elektrik stansiyasıdır, məsələn, müəyyən böyük müəssisədir. Orada çoxlu qurğular vardır, hamısında sarğacı vardır. Ümumi, məsələn, tutaq ki, müəssisənin işığını birdən kəsirik biz. Kimsə gəlir, onun rubelnikini açır. Açanda bu ümumi EG o qədər böyük olur ki, bu açar adamın özünü vurur, tok vurur. Burada böyük nədir? Yanğın əmələ gələ bilər. Ona görə belə böyük, məsələn, müəssisələrdə elə adı məsələn indüktür böyük olan bir qurğu olsa, onun biz cəryanını birdən kəsənmərək. Çünki ümumi EG çox-çox artacaqdır, bu hissədə yanğın əmələ gələ bilər. Ona görə biz cəryanı yavaş-yavaş azaldırıq. Cəryanı yavaş-yavaş azaldırıq. Axıra sıfıra yaxınlaşdırırıq, sonra sıfıra yaxınlaşdırırıq. Onda buradan rubelniki nədir? Açarı buradan ayıra bilirik, yavaş ayırırıq. Məsələn, əvvəl olmaz olacaq. Ay, nə oldu? Tam ayrılanda bir hissədə məsələn də.